Sən demə, belə yerlərə gedəndə ümumiyyətlə uşaqların burun, boğaz, qulaq məsələlərini ümumiyyətlə yoxlatdırmaq lazımdır. Yəni təmizlətdirmək lazımdır ki, ora gedəndə problem olmasın. Hə, yəni böyüklərdə o situasiya olmur, amma şeylərdə, uşaqlarda olur o. Ha, gəldik ora, orada getdik, təzədən adam axtarıb tapmışıq, eləmişik. Deməli, uşaqların hər birinə, hərəsinə 50 evrodan prosto baxdı ha, yəni dərmanları demirəm, dərmanlar ayrı şeydir, qiymətləri idi. Hərəsinə 50 evrodan baxdı və 100 evro orada getdi boşum. Gəldik, təzədən dərmanları tətbiq edəndə boşum uşaqlar indi axı o şeydən çıxmaq istəmir axı. Gəliblər istirahət eləməyə çıxmaq istəmirlər. Yəni demək istəyirəm ki, həyatımda bir dəfə oldu ki, ödəmədim, bəs dedim, mən nəyə lazımdır? Həmin situasiyada məni tutdu o. Şükür Allah, elə də ciddi bir şey olmuyor. Yox, əlbəttə ki, ciddi bir şey deyildi. Amma baxırsan ki, ciddi məsələlərdə xeyli kömək edir. Yəni məsləhətdir, almaq lazımdır.